Dur ayağa da. Görürsən cəmaatın kişiləri arvadlarına neynir? Görürsən qonşunun əri arvadı üçün neynədi? Kursları apardı. Stil kursu, vizaj kursu, nə bilim nə kursu. Kursdan sonra bitmədi. Gəldi ona gözəl bir salon açdı. Sonra neynədi? Gəldi geyim mağazası açdı. 2 biznesi 2. Qadın səhər salondadır, axşam da butikdə. Axırda kişi arvadını iş qadını elədi. 2 obyekt. Bəs sən nə eləmisən? Mən neyniyəcəm? Deyə Gəncə Parsindən ev götürmüşəm, gəlmişəm aylığını ödəməyə. Əl çək də. Əsəbləşməyin, sizə şad xəbərim var. Hə, nə xəbər? Artıq Gəncə Park City-də kommersiya sahələri satışdadır. Yəni obyektlər? Bəli, obyektlər. Qurban olum Allaha. Necə eşitdi məni? Bir dənə də obyekt götürür mənə. Yaşayışın 1-ci və 2-ci mərtəbələri kommersiya sahələridir. 1 ya 2-ci mərtəbə hansını götürək? Birinci mərtəbədən yazın. 1-ci mərtəbədə məişət avadanlıqları, restoranlar, coffee shop, update, geyim mağazaları və s. Mən sizə 2-ci mərtəbə məsləhət görərdim, çünki onun da ayrıca girişi var. Obyektin evimizin altında olması laf yerinə düşdü. Super, obyektimiz var. Alan kimi təmirə başlamışdı. Sən nə vaxt başlayırsan? Nə dedim mən?